fx funksiyasının ən böyük qiymətini tapın. Funksiyanın kəsir funksiya olduğunu görürük və onun məxrəcindəki ifadənin ala biləcəyi ən kiçik qiyməti tapaq. X kvadrat çıxılsın 2x üstə gəlsin 7. Burada müxtəsər bölmə düsturunda istifadə edə bilərik. Yəni tam kvadrata ayırmaq şərti ilə x kvadrat çıxılsın 2x üstə gəl 1 çıxılsın 1. Çünki burada 2 vurulsun 1 vurulsun x şəklindədir. İkinci həddimiz 1 olmalıdır. 1-in kvadratını əlavə edib çıxdıqda üstə gəlsin 7 bərabərdir. X çıxılsın 1-in mötərizə kvadratı üstə gəl 7-dən 1 çıxsaq 6 qalar. Deməli verilən ifadədə x çıxılsın 1-in mötərizə kvadratını ala biləcəyi ən kiçik qiymət 0-dır. 6 qalır. Cavab da olur 18 bölünsün 6, yəni 3. İfadənin ən böyük qiyməti 3-dür. Digər tərəfdən isə funksiyanın ən kiçik qiyməti olaraq n-in düsturunu yazaraq hesablaya bilərik. Belə ki, n bərabərdir 4ac minus b kvadrat bölünsün 4a. Düsturdan a-nı x kvadratın əmsalı olaraq 1 götürürük. b-ni x-in əmsalı, yəni -2, c-ni isə 7 götürürük və hesablayaq. 4 vurulsun 1 vurulsun 7 çıxılsın -2-nin kvadratı. Bölünsün 4 vurulsun 1. Deməli 4 vur 7 28 çıxılsın -2-nin kvadratı müsbət 4 eləyir. Bölünsün 4 bərabərdir. 28-dən 4 çıxsaq 24 də 4-ə bölsək eləyər 6. Yenə də məxrəcdəki ifadənin ən böyük qiyməti olaraq, daha doğrusu ən kiçik qiyməti olaraq biz 6 aldıq. Sürətdə 18 var idi, məxrəcdə 6, nisbət də bizə 3 verər.